19 avqust 2025-ci il. İşğaldan azad olunmuş Kəlbəcərə qayıdışın daha bir əlamətdar hadisəsi bugün Başlıbeldə gerçəkləşir. Araşdırmacı jurnalist Elxan Salahovun yenicə çapdan çıxmış Başlıbel, Yaranışdan İşğaladək kitabının imza günü doğma kəndindəki Mədəniyyət Evinin uçuq sökük binasında keçirilir. Təmtəraqdan, səliqə-səhmandan uzaq, amma çox isti, doğma və müqəddəs ocaqda, sadə və səmimi bir mühitdə. Müəllifin özünün təşəbbüsüdür. Doğma kəndinin tarixinə, keçmişinə, mədəniyyətinə, adət və ənənələrinə, 400 illik inkişaf mərhələlərinə həsr etdiyi kitabını həm yerlilərinə burada təqdim etmək istəyir, həm də işğaldan azad olunan Başlıbeldə ilk mədəni tədbir kimi. 28 ildən artıq düşmən tapdağında qalan bu kənddə bir dənə də salamat tikili yoxdur. Yaşayış evləri, inzibati binalar, hətta tövlələr yerlə yeksan edilib. Erməni vandalizminin qurbanı olan tikililərin qalıqları bir-birinə bənzəyir. Təkcə Mədəniyyət Evi və kolxozun idarə heyətinin yerləşdiyi inzibati bina fərqlidir. Forması, rəngli divarları bu binanın vaxtı ilə çox möhkəm və yaraşıqlı olmasından xəbər verir. Təəssüf ki, düşmənin od vurub yandırdığı Mədəniyyət Evinin indi quru divarları qalıb. İçəridə isə iri gövdəli söyüd ağacları boy vermir. Bu bina həm də ermənilərin Başlıbeldə törətdiyi amansız qətillərdən birinə şahidlik edib. Hər iki ayağını Alman faşizminə qarşı müharibədə itirmiş. Yalnız qoltuq ağacının köməyi ilə güclə yeriyə bilən 76 yaşlı Hüseynov Hüseyn Səlimoğlu məhz bu binanın foyesində diri-diri yandırılmışdı. Kitabın müəllifi tədbirə hazırlaşarkən burada müəyyən təmizlik işləri aparıb. Otaqlardan birini daş kəsəkdən, külü və kösövü qalan taxtalardan, şifer qırıqlarından təmizləyərək səliqə-səhman yaradıb. Hətta tədbir iştirakçılarının rahatlığı üçün içəridə stol-stul da qoyulub. Vaxtilə kolxozçuların izdihamlı iclaslarının, gürultulu alqışlarla müşahidə olunan çalçağırlı toplantıların şahidi olan bu uçuq divarlar doğma sakinlərə yenidən qucaq açır. Bu dəfə işğaldan azad olmuş yurtda ilk kütləvi mədəni tədbirin ünvanı kimi. Budur, Başlıbel Yaranışdan İşğaladək kitabının imza gününə gələnlər binaya daxil olur. Bizim bugünkü bu toplantıya mən niyə ehtiyac duydum? Şükür Allah'a ki torpağımız, yurdumuz azaddır. Kendine qayıdış başlayıbdır. Bax sizdə qayıdışın ilk sakinlərisiniz. Bu yaxınlarda Başlıbelin tarixindən, mədəni inkişafından, sosial inkişafından bəhs edən yeni bir kitap işimizi görüb. Mən istədim ki, rəmzi olaraq bu kitabın imza gününü, təqdimat gününü birini də Başlıbeldə keçirək. Bir çox məsələlər var ki, istəyirəm ki, o məsələlərə burada toxunam ki, bu həm də bir təbliğat bizim tariximizə, mədəniyyətimizə, keçmişimizə bir hörmət əlaməti olaraq anılsın, yadda qalsın. Qoy təkcə Başlıbellər yox, təkcə Kəlbəcərlər yox, bütün Azərbaycan xəbərdar olsun ki, Başlıbel cəmaatı öz torpağına, tarixinə, mədəniyyətinə, keçmişinə nə qədər hörmət edir. Mən istəyirəm ki, bizim kəndimizə hörmət gətirən, ehtiram gətirən, kəndimizi təkcə Respublika səviyyəsində yox, dünya tanıdan, dünya Başlıbel sözünü çıxardan o şəhidlərimiz ki, öz qanından kəndimizə hörmət gətiriblər. O şəhidlərdən biri də bax bizim bu indi oturduğumuz bu zalda qətlə yetirilmiş, amansızcasına yandırılmış Hüseyin dayıdır. Onun timsalında bütün şəhidlərimizin xatirəsini bir dəqiqəli sükutla yad edir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin, məcburi köçkünlük dövründə vətən həsrəti ilə dünyasını dəyişmiş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra müəllif yeni kitabı barədə məlumat verdi. Arıçı fermer kimi mövsümü olsa da doğma kənddə yaşayan Saməddin Məmmədovun təşkil etdiyi çay süfrəsi isə səmimi bir ortam yaratdı. Onun neçə ki kəndimiz bərpa olunmayıb, buradakı alaçıqlar, daxmalar hamımızın evidir sözləri
Başlıbeldə özünəməxsus adət-ənənələrin, qonaqpərvərliyin, mədəniyyətin bundan sonra da davam edəcəyinə inamın ifadəsidir. Bu kitab 1600-cü illərdə bizim indiki müasir Başlıbel kəndinin yaranışından ta ki işğala qədər olan dövrə əhatə edir. Burada Laçının Böyük Seyidlər kəndindən olan qardaşların Başlıbelə ilk gəlişi və axırda onu biz bilmirik. 30 il keçib, 5 il keçib, 50 il keçib, onu nə qədər davam elədiyini bilmirik. Axırda bu təsadüf eləyir. Xanlıqlar dövründə artıq o vaxtı Şuşa qalası var idi. Şuşa bu regionun mərkəzi şəhəri kimi tanınırdı və o qardaşlardan 2 nümayəndə gedib Şuşa qazisini görüşüb bu torpaqların, bu ərazilərin Başlıbel kəndi, Başlıbel Seyidlər adından tarixə, xərtiyə düşməsinə nail ola bilir. Bizim bu kəndimiz çox şərəfli bir tarix keçir. Çox şərəfli, çox hörmətli bir mədəni inkişaf səviyyəsinə qədər gəlib çatıbdır. Burada Birinci Dünya Müharibəsi, 30-cu illər kolxoz quruculuğu Başlıbel kəndində kimlər müflis edilib, kimlər həbs olunub, kimlər sürgün edilib, insanların o min bir əzab əziyyətindən, halallıqla, halal zəhmətindən qazanan ailələr necə acılığa düçar edilibdi o Bolşevik hökuməti tərəfindən, mal mülkü əlindən alınmış insanlar ac qalmamaq, yaşamaq uğrunda necə mübarizə aparıblar. Nəhayət bizim həmişə qürur mənbəyimiz olan Başlıbel kənd orta məktəbi necə qurulub? 4-cü sinifdən ibtidai sinif necə oldu gəldi, Ali müəllimin sayəsində tam orta məktəb səviyyəsinə yüksəldi. O cümlədən kolxoz quruculuğu dövründə cəmaatın malını, mülkünü alıb kollektivləşmə adı altında dövlətin əmlakına, malına, mülkünə qatmaq hesabına kolxoz quruculuğu quruldu. 60-cı illərə qədər sözün həqiqi mənasında o insanlar, bizim əcdadlarımız, bizim babalarımız belə ölüm-diri mübarizəsi apardılar. Eyni zamanda 1950-ci illərə qədər Başlıbeldə tibb xidməti, səhiyyə xidməti olmuyor. 1951-ci ildə həyat doktorun Başlıbelə göndərilməsi ilə Başlıbeldə tibbi xidmətin, səhiyyə xidmətinin təşkilinə başlanılıb. Kəndimizin istər tarixi mədəniyyəti və siyasi, ictimai siyasi mühitim nöqteyi nəzərindən çox maraqlı olan bir hadisə var. Sultan Bəyin Başlıbelə sifariş göndərməsi və Hacı Salahın oğlu Mirfəttahı da götürüb onun huzuruna getməsi hadisəsi. Çox maraqlı və ibrətamiz, həm də o dövrün belə necə deyirlər, qoçaq bir sərkərdəsi olan Sultan Bəyin Başlıbel Seyidlərinə olan münasibəti, hörməti burada əks olunur. Və mən sizə bir vacib bir məsələni deyim. Mən bilirəm ki, bu kitab haqqında, bu kitabı oxuyandan sonra mənə çoxlu suallar olacaq. Mənə ola bilsin ki, diley-güzar da olacaq. Amma bu sözün altından cızaraq deyirəm. Bu kitabda şəxslər, adamlar haqqında deyil. Bu kitab tarixi proseslər haqqındadır. Tarixdə yaşanmışlar haqqındadır. Bu kitabı oxuyun, dəfələrlə oxuyun. Qoyun təsəvvürləriniz, analiz eləmə imkanlarınız olsun. Təklifləriniz, iradlarınız, rəyləriniz olarsa onu xahiş edirəm. Mənə deməkdən çəkinməyin. Mən də sizin birinizəm. Mən də sizin kimi bu kəndin övladıyam. Mən onu özümə borc bilirəm ki, kəndimizin yaxşı nümunəvi cəhətlərini həm öz gənclərimizə Başlıbelə qayıdacaq, burada məskən salacaq, daimi yaşayış yeri seçəcək gənclərimizə, həm də respublika səviyyəsində kəndimizin tanınmasına bir tövbə olsun. Sağ ol, minnətdaram. Allah köməyiniz olsun ki, bu işləri görmüşsünüz. Allah ömrünüzü uzun eləsin, canınızı sağ eləsin, daha yaxşı işlər görəsiniz. Çox sağ olun, minnətdaram. Allah'ın bu gününə şükür ki,
kəndimiz alınıb, həmən bu tədbir birinci tədbirdir ki, kəndimizdə keçirilir. İnşallah davamı olar, yaxşı olar. Allah şəhidlərimizə rəhmət eləsin. Allah vəzirlərimizə can sağlığı versin. Ali Baş Komandanımıza Allah uzun ömür versin. Kəndimiz də tikilsin, yaransın. Həmən tədbirləri burada yenə də davam etdirəsiniz. Çox sağ olun. Vahid, sənin sözün olmamış olmaz. Sənin sözünə, söhbətinə həmişə mən ehtiyac duyuram. Bu təqdimat münasibətlə sizi təbrik edirəm. Birinci dərəcəli. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Ordumuzu qorusun. Ali Baş Komandamızı qorusun ki, bugün buradayıq. Çünki 4-cü ilki təsərrüfatla əlaqəli gəlirik. Siz də kitabınızda məlumat verdiyiniz üçün bugün kitabınızla maraqlanıb bilir, rəyat bildirən dəlik rəyimiz də olsa yaxşı olar. Allah nə gəlsə bizim rəyimizə qarşı yaxşı olar. İsmailov Elçin Hüseynoğlu Xallanlı kəndindən. Elxan müəllim, mənə elə gəlir ki, siz o böyük saraylarda olmuşsunuz da. Orada kitab təqdimatı da olubdur, məclislər də olubdur. Amma bu üstü açıq binadakı olan tədbiri mən onlara dəyişmirəm. Bu tədbirinə görə sizi təbrik edirəm. Allah Taala'dan arzu edirəm ki, bundan da gözəl tədbirlər olsun bax bu kənddə, Xallanlıda. Biz bir sovetliyik də, bizim bütün sovetliyimizin kəndlərində bu tədbirlər keçsin. Bu kitaba görə də sizi təbrik edirəm. Allah Taala'dan arzu edirəm ki, bu kitabın növbətçisi olsun. Başlıbeldə, bizim sovetlikdə o təntənəli, onlar mərasimli toyları, onları qeyd edəsiniz. İnşallah. Onları qeyd edəsiniz ki, belə tədbirlər keçir. Hamınızı bu Başlıbelin mədəniyyət evində salamlamaqdan qürur duyuram. Allah'ımız günlər şükür. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Bu saray çox şeylər görür. Burada olan yaşlı adamların hamısının yadında olar. Bu saray dünya fenomeni Tofiq Dadaşovu qəbul edirdi. Bu mədəniyyət evində, bu gözəl yerdə, bu gözəl məkanda belə bir təqdimat keçirirsiniz. Sizə minnətdarım. Bütün Başlıbellər, gözünüz aydın. Təqdimatımız başladı. Xallanlının göz aydın. Bütün bu dərə boyu göz aydın. Yol çəkiləcək, ondan sonra abadlaşacaq, qayıdacaq. Qayıtmağa gəlmişik. Yəni burada yaşamaq üçün gəlmişəm. Burada nəfəs almaq üçün gəlmişəm. Burada nə bilim ölmək üçün gəlmişəm. Bura gəlmişəm, vətənə gəlmişəm. Tədbirə gələnlərin üzündə qəribə bir sevinç vardı. Keçmişə hörmət, gələcəyə inam üzərində qurulan tədbir hər kəsdə xoş ovqat yaratmışdı. Hamı çox məmnun görünürdü. Bu, müəllifin kitab haqqında geniş bilgilər verməsindən sonra davam edən müzakirələrdə ona ünvanlanan suallardan, bəzən təbəssüm, bəzən də kövrək hisslər doğuran xatirələrə reaksiyalardan bəlli idi. Çox maraqlı keçmişi olan Başlıbelin tarixində yaşananlar kino lenti kimi göz önündə canlanır. Acılı şirinli xatirələr çözələndikcə xəyallar adamı uzaq keçmişə aparır. Əl çatmaz, ün yetməz, nostalji duyğular oyadan keçmişə. Sanki hamı o günləri yenidən yaşamaq, olub keçənləri elə burada, mədəniyyət evinin uçuq divarları arasında sadə, səmimi və mehriban mühitdə yada salmaq, xatırlamaq istəyirdi. Tədbirin sonunda kitabını götürüb müəllifə yaxınlaşır, imzalatdırandan sonra xeyir-dua verərək ayrılırdılar. Yenidən qurulacaq Başlıbeldə daha izdihamlı, çalçağırlı tədbirlərdə görüşmək ümidi ilə.